Yazırlar bir nəfər aşiq adam idi, səhrada yaşayırdı, çöllərdə yaşayırdı. Çöl ərəbi. Amma mərifət sahibidir. Gəlir Həzrət Əli əleyhissalamdan sual soruşur. Yazırlar ki, Sə'lə ə'rabiyyun an əmiril müminin an dərəcatil muhibbin. Deyir, bir çöl ərəbi Həzrət Əlidən aşiqlərin dərəcələri haqqında soruşdu. Aşiqlərin hansı dərəcələri var? Məlumdur ki, bu adam istəyir ki, yüksək dərəcəyə çatsın, öz halına qane deyil və Həzrət Əlidən də soruşur ki, bu eşq əhli var, bunların dərəcələri nə qədərdir? Mənə danış bu barədə. Xoş o adamların halına, məsələn, o əzadarların halına ki, gəlir İmam Hüseyin məclisinə, deyir ki, istəyirəm bu məclisdə ən yaxşı İmam Hüseyin əzadarı mən olum. Ən yaxşı olmağa can atan adamlar xoşbəxt adamlardır. Adam məsələn bir hərəmə daxil olsun, Kərbəlada İmam Hüseynin hərəminə, Məşəddə İmam Rızanın hərəminə, Mədinədə Peyğəmbərin hərəminə, daxil olsun, öz-özünə desin ki, bu hərəmdə indi bu zəvvarların içində ən yaxşısı kimdir görəsən, bu sual adam özünə versin. Bu məclisdə desin ki, görəsən bu qədər bura adam yığışıb, bu adamların içində ən yaxşı əzadar kimdir? Mən də istəyirəm o ən yaxşıdan olam, ən yaxşılardan olam. Xoş adamların alına ki, İmam Hüseyni sevməklə kifayətlənmir. Deyir, istəyirəm İmam Hüseynin ən yaxşı aşıqı olum. Bax, o şəhadət var, şəhidlərimiz var. Mən fəxr edirəm, iftixar edirəm ki, şəhid ataları bizimlə bir yerdə yenə də bu məclisdədirlər, bizim qarşımızdadılar. Onlar üçün bu söhbətlər hamımızdan daha çox bəlkə də gərəklidir, faydalıdır. Onlar daha yaxşı başa düşür bu söhbətləri. Şəhadətə insan nə zaman çatır? O zaman ki, istəyir ən yaxşı olsun, ən yaxşı olmaq istəyənləri Allah seçir. Bu hər adama qismət olmur. 50 il sonra, 70 il sonra, 100 il sonra burada oturan adamların heç biri olmayacaq. Onsuz da hamı köçüb gedəcək. Heç kəs qalmayacaq. 100 il sonra gəl bu küçələrdə südəmər uşaqlar var, indi onların da heç biri yoxdur demək olar. Tamam başqa insanlar gəzir, dolanır bu şəhərdə, bu küçələrdə. Növbə hamıya çatacaq, amma baxır necə köçürsən dünyadan. O adamlara bu zirvə qismət olur ki, həmişə yuxarı boylanırlar ki, mən istəyirəm ən yaxşılardan olum. Yaxşı olmağa qane olmurlar. Adam gələ İmam Hüseynin məclisində, İmam Hüseynə müraciət edir, deyir ki, mən istəyirəm sənin ən yaxşı aşiqin olum. Sənin aşiqlərin çoxdur, istəyirəm ən yaxşısı olum. Bu da belə bir adam idi. Gəlir, deyir, Sə'lə ə'rabiyyun an əmiril müminin an dərəcatil muhibbin. Gəldi o çöl ərəbi Həzrət Əlidən aşiqlərin dərəcələr haqqında soruşdu. Sualından bəllidir ki, mərifət sahibidir. Demir, mən necə Allaha aşiq olum? Deyir, dərəcələrini de. Ən üstünləri hansı xüsusiyyətlərdə olur? Özə kimdən soruşur? Həzrət Əlidən soruşur. İşin əhlindən soruşur, aşiqlərin sərvərindən soruşur. Gərək ehtiyatlı olasan da Həzrət Əlidən nəsə soruşanda elə cavab verər ki, heyrətə salar səni. Çünki o nə desə düz məğzindən deyəcək. Məsumlar da qəribədir, məsumluqları burada görsənir, övliyalar. Sualı verirsən elə bil ki, gözləyirdi, cavab hazırdır. Cavab hazırdır. Gəlir birdən soruşur, başlayır danışmağa. Deyir, ədna dərəcatihim. Onların, aşiqlərin dərəcəsini soruşsan məndən, ən aşağı dərəcəli
deyim kimlərdir? Mən hələ demirəm, deyəcəm indi. Buradan keçirəm, qaydacam bura. Deyir, aşiqlərin dərəcələrini mənə de. Həzrət Əli deyir ki, ən aşağı dərəcəsini sənə deyim və deyir. Və deyir, nə baş verir? Fəğəşə aləl-ərabi. Deyir, bu çöl ərəbi özündən gedir. Yıxılır, gedir. Haldan düşür, sözə görə. Ən aşağı dərəcəsini deyir, bunun taqəti olmur. Yıxılır, gedir özündən. Bunu su ilə filanla özünə gətirirlər. Soruşdu ki, ya Əmir əl-Möminin, bundan da üstün dərəcələr var dediyinizdən. Fələmmə əfaqə qalə həl dərəcətun ə'la minha. Bundan da üstün dərəcə var. Əleyhissalam cavab verdi ki, qalə nəam səb'unə dərəcə. Bundan 70 dərəcə üstündə var. Bu birincidir. 70 dərəcədir. Mən ən aşağısını dedim sənə. İndi deyəcəm ki, o nə dərəcədir ki, aşiqin ən aşağı dərəcəsidir. Bugün nə dedi əvvəldə? Dedi ki, insan nəfsinin ondan özünü gizlətməməsi üçün gərək nəfslə düşmən kimi davranasan. İndi bu bəhsin əlaqəsini deyəcəm sizə. Deyim də sizə Həzrət Əli hansı dərəcəndir? Dedi, aşiqlərin ən aşağı dərəcəsi budur. Ədna dərəcatihim mən istəsğərə taətəhu. Öz itayətini kiçik görür. Eləyir ibadət, yaxşı işlər görür, yaxşı işlərini az görür, kiçik hesab eləyir. Neynəsə, deyir, heç nə eləməmişəm, əli boşam. Yaxşı işlərini kiçik görür, az görür. Nə yaxşıdır ki, adam bax bu ruhiyyədə olsun. Özünü böyük görməsin, böyülənməsin. Adam özünü kiçik görsün. Çox gözəl bir haldır insanda. Şeyx Mürtəza Zahid adlı bir arif adam olub. Bir gün deyir, Aşura ziyarəti oxuyurdum, dama çıxmışdım səhər. Açıq havada oxuyurdum. Birdən deyir, gördüm, mənə qəribə bir hal gəldi. Ruhum sanki bədənimdən çıxdı, sanki gördüm ki, qalxıram, pərvaz eləyirəm. Kəramətli bir hal gəldi mənə. Olur da bəzən belə hallar. Deyir, duanı qutardım, düşdüm damdan evə, elə evə düşəndə bu da alimdir də, ruhanidir. Gördüm, qapı döyülür. Getdim qapıya, gördüm, həmişə evimizin qabağından keçib məscidə gedən bir qoca qadındır, qoca bir arvaddır. Gəlib mənə deyir ki, mənim sualım var, sizdən söz soruşmaq istəyirəm. Dedim, buyurun. Dedim, mən bugün o qadın danışır. Dama çıxmışdım, dua oxuyurdum. Belə bir ənənə var da, damda dua oxumaq. Qadın bunun halını deyir ki, məndə belə bir hal oldu ki, ruhum bədənimdən az qaldı, çıxsın, çıxdı, gördüm, pərvaz eləyirəm və duanı bitirdim, bu nə haldır məndə? Deyir, dedim, heç Allahın lütfüdür filan, bunun cavabını verdim, yola saldım, sonra Allaha dedim ki, ilahi, mesajı başa düşdüm, nə demək istəyirdin? Yəni, çox da qürurlanma bu halva, bu qoca avam arvadlarda da ola bilər. Deyir, mən Allah bunu çatdırdı. Ki, birdən elə bilərsən, sən nəsə böyük bir adamsan, mən belə adamam, mən aşiqəm, yox. Mən Allah yerimdə oturtdu ki, bu hər bir adamda ola bilər, sən tanımırsan adamları. Gördüm ki, həmin anda Allah məni öyrətdi, təlim elədi, Allah məni yerimdə oturtdu. O həmin adamdır, deyim, məni hər gün gecə namazına bir mələk oyadır. Bunu qürurla danışmır, adi şey kimi danışır. Mələk deyəndə deyir, səs eşidirəm, mənə deyir ki, Mürtəza Zahiddir adı. Deyir ki, Cənab Mürtəza, dur namaza. Bəzi günlər deyir ki, adımla çağırır, deyir, Mürtəza, dur namaz qıl. Deyir, sonra fikirləşdim, niyə məni bir gün hörmətlə çağırır Cənab Mürtəza, bir gün elə-belə deyir. Onu da araşdırdım, gördüm ki, o ki, hörmətlə çağırdığı gün daha diqqətli olduğum günlərdir. Biraz adımla çağırdığı gün, biraz elə bil nəfsimə qarşı az diqqət elədim. Görün, necə dəqiq hesab kitab var aləmdə.
Necə hər şey ölçülüb biçilir. Qayıdaq hədisə. Deyir, aşiqlərin dərəcəsi nədir ya Əli? Əli əleyhissalam cavab verir. Buyurur ki, ən aşağı dərəcəsi mən istəsğərə taətəhu, itayətini kiçik sayırlar. Ondan sonra deyir ki, biraz da bunun üzərində dayanaq. İtayətini kiçik sayırlar. Qeyd eləmişdim, bura istəmirəm keçim üstündən. Hələ İmam Hüseynin məclisinə yığışmışıq da bura. İmam Hüseyin əleyhissalam ancaq aşurası ilə tanınmır ki. İmam Hüseyni tanıtdıran sənədlərdən biri də onun ərəfə duasıdır. Açın, hərdən oxuyun, tərcüməsin. Ərəfə duasını. Ərəfə günü oxuduq biz o duanın bir hissəsini. Ərəfə duası İmam Hüseynin tanıtdırılması üçün çox önəmlidir. Onun belə bir hissəsi var, görün nə gözəldir. Deyir, mən kənə məhasinuhu məsavi fə keyfə lə yəkunu məsavihi məsavi. Ərəbcə belədir, gözəl də səsləndir. İmam Hüseyin əleyhissalam deyir ki, ilahi, bir adam ki, onun yaxşı işləri pisdir, onun pislikləri necə pis olmasın, özü üçün deyir. Deyir, bir halda ki, yaxşı işimə baxıram, görürəm pisdir, yaxşı işimin içində nəfs var, gör pis işim nədir? Pis işim necə pis sayılmasın? Bunu İmam Hüseyin əleyhissalam deyir, ha, şəhidlər sərvəri. Bu ruhiyyə axıra qədər onlandı. Şəhid olanda, canı bədənindən çıxanda deyirdi ki, ilahi, mən bir şeylə eləyə bilmədim sənin üçün. Bu qədər qurban verəndən sonra İmam Hüseyin qürurla dünyadan köçmədi ki, ilahi, mən hər şeyimi verdim. Dedi ki, mənim bacardığım bu idi, heç nə eləyə bilmədim. İmam Hüseyin eləyən budur, başının bədənindən ayrılması deyil. Nə qədər adamın başını kəsiblər? Niyə 1400 ildən sonra adamlar yığışıb, gəlir, oturur? Bunun hikmətini bir dəfə mən keçən illərdə də demişəm. Bir dəfə məndən bir nəfər müsahibə alırdı, bir müxbir jurnalist dedi ki, niyə bu cəmaat yığışır? Dedim, vallahi, mən də sizdən soruşuram. Mən dəvət eləməmişəm ki. Cəmaat yığışır, biz gəlib danışırıq. Biz çağırmırıq. Cəmaat yığışır, bizim boynumuza vəzifə gəlir, gələk danışaq. Vallahi belədir. Heç bir təbliğatla yığışmır. Tarix boyu əks təbliğat olub həmişə. Tarix boyu xilafət dövründə qadağalar olub, öldürüblər, asıblar, kəsiblər. Sovet dövrünü biz görmüşük. Yenə də görsən gəlirlər. Niyə görə gəlirlər? Başı kəsilib İmam Hüseynin. Nə qədər adamın başı kəsilib? Nə qədər adamın qolu kəsilib? Nə qədər adam öldürüblər? Niyə görə adamları çəkir? Bax, İmam Hüseynin bu xüsusiyyətləridir. Ki, axır nəfəsində deyir ki, ilahi, mən heç nə eləyə bilmədim sənin yolunda. Bu qədər qurbandan sonra dünyada ikinci belə aşiq yoxdur, bu qədər qurban vermək ona qismət olsun. İmam Hüseynə bu nəsib olub. Amma axırda deyir, ilahi, lə mə'budə sivak, ya qiyasəl müstəqisin. İlahi, pənahsızların pənahısan sən, mənim pənahım yoxdur, heç nəyim, söykənəcəyim yoxdur, səndən başqa. Əlim boşdur. İmam Hüseyin əlini açdı Allaha, dedi, əli boş gəlirəm. Bu qədər qurbandan sonra. Əli əleyhissalam da deyir ki, aşiqlərin ən aşağı dərəcəsi budur ki, itayətlərini kiçik sayırlar, az bilirlər. Ondan sonra nə buyurdu? Buyurdu ki, vəstəzəmə zəmbə və günahlarını böyük sayırlar. Bir dənə xırda bir səhv eləyir, böyüdür özü üçün. Deyir, mən böyük bir pis iş gördüm. Böyük yaxşı iş görür, deyir, mən heç eləmədim. Bax, bu eşqin ən aşağı dərəcəsidir. Bir dənə günah xəta eləyir, özünü bağışlamır. Deyir, mən bunu niyə elədim? Əl çəkmir, hey gedir Allahın qapısına üzr istəməyə. Məni bağışla, mən üzr istəyirəm, mən günah eləmişəm, mən cinayət eləmişəm. Allah deyib, bağışladım, narahat olma, yenə əl çəkmir. Yenə ilahi bağışla. Üzr istədikcə daha da əziz olur. Allah qapısı ilə qapı deyil ki, üzr istəyənlər xar olsun orada. Allahdan üzr istəyənlər ucalır, əziz olur, daha da yüksəlir. Allahdan üzr istəməkdə bu xüsusiyyət var. Öz kiçik, böyük
itaətini kiçik sayır, kiçik günahlarını böyük sayır. Kim şərait yaradır nəfsinə ki, nəfsi ondan gizlənsin, özünü gizlətsin? O kəs ki, öz günahına 100 dənə bəhanə gətirir. 100 dənə üzür gətirir. Sən üzür gətirmə, Allah üzür gətirəcək sənin yerinə. Sən denən ki, mənim üzrüm, bəhanəm yoxdur, mən pis iş görmüşəm. Allah mələklərə deyəcək, yox, amma bunun üzrü var. Bu filan səbəbdən bu günah elədi. Mexanizm belədir. Sən üzür gətirəndə qapıdan qovulursan. Sən deyəndə ki, mənim heç bir bəhanəm yoxdur, mən cinayətkaram, Allah deyir, yox, sən bilmirsən, sənin filan üzürlərin var. Sən filan səbəblərin var, mən sənin üçün keçirəm. Çox gözəl hədisdir bu. Məclis daha nuraniləşir deyə sözün təsiri İmam Hüseynin lütfi ilə çoxalır. Bu hədislərin, bu kəlamların qəlblərə təsiri. Siz illik belə deyək, gələn il Məhərrəmə qədər buradan mənəvi sərmayə aparacaqsınız. Bunun qədrini bilin. İmmunitetdir, bu vaksindir mənəvi. Bir illik sizi mənəvi bu məclislər qorumalıdır. Təkcə qorumalıdır yox, göyə aparmalıdır. Bunu qənimət bilin. Azalıb artıq 3 gün qaldı. Aşuraya qədər. Aşiqlərin dərəcəsindən mənə deyin, Əleyhisselam buyurur ki, qoy sənə ən aşağı dərəcəsini deyim. 1. İtaətini kiçik sayırlar. 2. Günahlarını böyük sayırlar. Bunların 3'ü də 1 dərəcədir. Üçüncüsü, və huvə yəzunnu ən leysə fid-dareyni məxuzən qeyruh. Deyir, bunlar elə hesab edir ki, 2 dünyada bunlardan başqa Allahın hesaba çəkəcəyi ikinci adam yoxdur. Yəni, Allahın işi ancaq mənləndir. Bunlar belə zənn edir. Belə başa düşür. Yəni, mənim yaxamdan yapışacaqlar ancaq. Sanki Allah hesaba çəkməyə məndən başqasını yaratmayıb. Elə bil ki, Allahın məndən başqa bəndəsi yoxdur. Elə bil ki, Allahın heç kəsdən işi yoxdur məndən başqa. Küçədə yol gedir, deyir ki, bu cəmaat yox, Allahın işi mənləndir. Ancaq mənim yaxamdan yapışacaqlar. Öz nəfsinin yaxasından belə yapışır. Demir, mən də başqaları kimi, cəmaat 1000 dənə hoqqa çıxardır. Yox, onları görmür. Deyir, elə bil ki, mənəm bir dənə. Bir dənə Allah bəndə yaradıb, mənəm və Allahdır. Və məndən soruşacaq hər şeyi. Bəs salam. Bunu niyə belə elədin, onu niyə elədin? İstəyirsənsə özündən heç nə içində gizlətməyəsən, gərək nəfsivə güzəşt eləməyəsən. Deyəsən ki, ay nəfs, Allahın işi ancaq sənləndir, mənləndir ya. Bir gün Allahın huzurunda, bax mən sizə deyirəm, qiyamət günü biz Allahın huzurunda deyananda, birinci bizə bir üstünə his gələcək. Sən demə, Allahın işi gücü bir dənə mənəmmiş, başqa heç bir bəndəsi yoxmuş, elə bil. Elə bil Allah bütün günü, bütün an mənlə məşğul imiş. Bax, bu hissi biz hər birimiz tək-təklikdə görəcəyik, hiss eləyəcəyik. Orada niyə gözü belə qırpdın? Orada niyə belə işarə? Sən demə, başqa bəndəsi yoxuymuş. Elə iş mənlə imiş. Dünyada biz belə görmürük. 2 nəfər bir-birindən dalaşır ailədə, ata nəsiyyət eləyəndə övladlarını. Deyir, onu görmürsən, bu deyir, onu görmürsən. Hamımız qarşı tərəfin hərəkətlərini misal çəkirik. Amma bu adamlar belə olmur. Deyir ki, oyuna mənim nə işim var? Allahın onunla işi yoxdur, işi mənləndir. İşi mənləndir. İşdə də elədir, dostla rəftarda elədir, hamı ilə rəftarda belədir. Bir dənə mövzuya toxunum, çox bugün vaxtınızı çalışacağım, almayayım. Qərbdə həyat niyə görə bəzilərini cəzb eləyir? Köçüb gedib orada yaşayırlar. Bəzi cavanlar, gənclər. Niyə görə? Danışdıranda neçə söz deyirlər. İndi orada yaşayanlar varsa mənə eşidirlər, xaricdən də bizə baxanlar var, mənə yazırlar. Hərdən də mənə yazırlar ki, siz orada olmaya, mən Avropada olmamışam heç vaxt. Deyir, elə danışırsınız ki, elə orada da olmuşsunuz. Mən də deyirəm ki, mən orada olmaq vacib deyil də, mən adam mütaliə edir, təhlil edir, başa düşür, görür. Danışanda ki, niyə görə orada yaşayırsınız, deyirlər ki, bir neçə üstünlüyü var buranın. Biri də budur ki, heç kimdən işi yoxdur burada.
Müsəlman cəmiyyətinə gəlirsən, məscidə gedirsən, deyir, hə, bu da molla oldu. Getmirsən, dindarlar deyir, gəlmir bu məscidə. Qalırsan belə. Bir dindarla qonşu olursan, səhər durur, görün bunun sübh namazına durub ya yox. Görün bunun evdən namaz, qonşu olsa gəlbəkli qapısına da qulaq asar, görün bu həmd surə deyir ya yox. Deyir, belə mühitdə adam ağırdır yaşamaq. Orada isə hərə öz işindədir. Dindarlar da deyir ki, bu barədə ora rahatdır. Orada dəyər yoxdur ki, adamlar bir-birindən tələb eləsinlər nəysə. Siz qəbul edirsiniz ki, dindarların içində bir-birinin işinə qarışmaq çoxdur. Biz çox qəzavət eləyirik, bir-birimizi mühakimə eləyirik. Orada nəsə tüstülür, uzaqdır, gör. Narahat olmayın. Çox uzaqdadır. Güzel. Həll olur. Narahat olmayın. Yox, qapını bağlamayın. Narahat olmayın. Orada balaca tüstüləyir nəsə qonşuda, ona görə narahat olmayın. Muhammed Ali Muhammedə salavat deyək. Allahümmə səllə ala Muhammed Ali Muhammed. Mən başa düşürəm, xahiş edirəm, çalışaq bayırda sakitliyə riayət eləyək. Hamı sakit yansın. Orada onsuz iş görənlər öz işini görəcək. Narahat olmayın. Mən bəhsimi davam edeyim inşallah. Çalışın ki, sakit olsunlar, biz söhbətimizi davam edəyək. Bizdə necədir? Bizdə ürəyimiz bir-birimizə yanır. Eyni zamanda da müdaxilə edirik. Bizim dinimiz bizə deyir ki, bir-birinizin halınıza yanın, amma heç kimi mühakimə eləməyin. Kimi gördünüzsə, deyin ki, o məndən üstündür. Eybi var, amma kömək eləyim düzəlsin. Başqalarına qarşı güzəşdə olun, özünüzə qarşı güzəşsiz. Bir-birinizə qarşı güzəşli davranın. Allah ancaq mənə baxır, məni mühakimə eləyir. Qərbdə bu insanların bir-birinin işinə qarışmaması biganəlik səbəbindəndir. Çünki dəyər yoxdur cəmiyyətdə ki, desin, niyə bu ona əməl edir, niyə bu isə əməl eləmir. Bizdə isə biz bir-birimizə biganə deyilik. Bir-birimizə yanmağımız yaxşıdır. Amma eyni zamanda hər adam özü ilə məşğul olsa, öz eyvləri ilə məşğul olsa yaxşıdır. Hər birimiz deyək ki, bax burada oturanlar, bugünkü məclis mənə görə qurulub, mənə görə təşkil olunub. Göydən kameralar mənim üzərimə tuşlanıb, məni qeydə alırlar, mənlə məşğuldular. Bu məhərrəm mənim məhərrəmimdir. İmam Hüseyn şəxsən məni dəvət eləyib, mənimlə məşğuldur. Bunu çöl ərəbi başa düşdü və deyirlər ürəyə getdi.
Ürəyi getdi, yıxıldı yerə. Aşiqin ən aşağı dərəcəsi budur ki, 1. İtayətini kiçik sayır, 2. Günahını böyük sayır, 3. Elə zənn eləyir ki, Allah məndən başqa mühakimə eləməyə bəndə yaratmayıb. Ancaq məni yaradıb bu iş üçün. Günah elədin dünən, çox pis iş görmüşəm. Yaxşı iş gördünsə denən ki, az iş görmüşəm. Namazıva, ibadətvə görə Allahdan üzr istə. Heç olub ki, adam yaxşı işinə görə üzr istəsin.